Sevda Əlizadə, Məlhəm Beynəlxalq Hospitalın direktoru. Məlhəm Beynəlxalq Hospital 7/24 həm yeni doğulmuş, həm uşaq, həm böyüklərə, həm təcili tibbi yardım, evdə xidmət, diaqnostika, laboratoriya xidməti göstərən böyük bir hospitaldır. Həkimlərimizin bir çoxu xarici ölkələrdə təhsil alıb gəlmiş həkimlərdir. Bu da bizdə xəstəxanamızda innovativ tibbi xidməti, eyni zamanda dünya standartlarına uyğun tibbi xidməti göstərməkdə kömək edir. Xəstəxanamızın fəaliyyət istiqamətləri müxtəlifdir. Tibbin bütün ixtisasları üzrə fəaliyyət göstəririk. Ən çox istədiyimiz xalqımıza yüksək dünya standartlarına uyğun tibbi xidməti göstərmək, tətbiq etmək, ölkəyə innovasiyalar gətirmək və Azərbaycanda səhiyyənin inkişafına dəstək olmaqdır. Demək olar ki, keçən ilki sərgi çox uğurlu sərgi idi. Bildiyiniz kimi biz 3 ildir artıq bu sərgiyə qoşuluruq. Keçən ilki sərgiyə daha çox insan cəlb olunmuşdu və cəlb olunan insanlar fəaliyyətlə çox maraqlanırdı. Məlhəm brendinin tanınması, networking əlaqələrinin qurulması, digər işgüzar əlaqələrin, hətta dostluq əlaqələrinin qurulması üçün keçən ilki sərgi çox uğurlu oldu deyə bilərəm. Bundan başqa keçən ilki sərgidə olan B2B görüşlər, dövlət nümayəndələri ilə görüşlər, dövlət nümayəndələrinin stendimizə ziyarəti də qürur verici idi. Bu da yenə də bizi tanıtmaqda və daha böyüməkdə, inkişaf etməyə bir sövq elədi. Eyni zamanda dövlətlə, böyük şirkətlərlə əlaqələrimizi gücləndirməyə dəstək oldu. Kobia və Marsol qrupun təşkil etdiyi 7-ci yerli şirkətlərin tanıtım sərgisində yer tutmaqdan, iştirakçı olmaqdan, stendimiz olmaqdan böyük qürur duyuruq. Öncəki illərdəki kimi bu ildə yenə də məqsədimiz networking işgüzar əlaqələrin qurulması, yeni dostluqlar, əməkdaşlıqlar və gələcək inkişaf üçün dövlət qurumları ilə B2B sahələrdə görüşlər. Biz Məlhəm Beynəlxalq Hospital olaraq sizləri 7-ci yerli şirkətlərin tanıtım sərgisinə dəvət edirik. Gəlin, yerli şirkətlərimizin stendləri ilə tanış olun. Sizi Məlhəm stendində görməkdən böyük məmnunluq duyarıq.